Salam, axşamınız xeyir olsun. Çox ləzzətli və çox tez hazırlanan bir keks resepti təqdim edirəm. Bunun üçün bizə lazımdır 4 ədəd otaq temperaturunda kiçik yumurta. Əgər yumurtalarınız iridirsə 3 ədəd istifadə edə bilərsiniz. 200 ml stəkan su ilə 1 stəkan şəkər pudrası, yaxşıca qarışdıracaq yumurtalarla pudranı. Daha sonra isə 100 ml stəkan su ilə əsmər şəkər tozu əlavə edirəm. Siz ağından da istifadə edə bilərsiniz. Əlavə edib yaxşıca qarışdırırıq. Daha sonra üzərinə 150 ml stəkan ölçüsü ilə bitki yağı, 50 qram ərinmiş kərə yağı, 1 paket vanilin, 1 paket qabartma tozu, 200 ml stəkan ölçüsü ilə süd, biraz sarı kök. Bunları yaxşıca qarışdırırıq. Sonra üzərinə 1 ədəd limonun qabığını sürtgəcin kiçik gözündən sürtüb keçirib əlavə edirik. Daha sonra isə 200 ml stəkan su ilə 2 stəkan un əlavə edib xəmirimizin hazırlanmasını tamamlayırıq. Xəmirimizi hazırlamamışdan əvvəl isə soba listimizin üzərini kərə yağı ilə yağlayırıq və dondurucuda, soyuducunun dondurucu gözündə xəmiri hazırlayan müddətdə gözlədirik. Xəmirimiz tam hazır olduqdan sonra soba listimizin üzərinə əlavə edirik. Əvvəlcədən 180 dərəcə qızmış sobamızda 35 dəqiqə ərzində bişiririk. Keksimizin xəmirini soba listinə əlavə etdikdən sonra isə üzərinə damla şokoladlar əlavə etdik. Siz istəsəniz kişmiş də əlavə edə bilərsiniz və yaxud da qoz ləpəsi əlavə edə bilərsiniz. Yəni bu sizin öz istəyinizə bağlıdır. Nəticədə çox gözəl, yumuşaq, ətirli bir keks alınır. Ümid edirəm ki, siz də edib bəyənib kanalımıza abunə olacaqsınız. Diqqətinizə görə təşəkkür edirik. Nuş olsun.